Quranda qəlb dedikdə nə başa düşülür? Nə üçün Quranda həqiqətləri dərk edilməsi qəlbə, ürəyə aid edilmişdir? Axı ürək dərk ediləsi məsələlərə xas olan bir şey deyil. O sadəcə qan dövranını təmin edən bir orqandır. Buna cavab olaraq qeyd etməliyik ki, Quranda qəlb sözü bir neçə mənada nəzərdə tutulmuşdur. Ağıl və dərk etmək bacarığı mənasında Qaf surəsinin 37-ci ayəsində deyilir. Bunda ağlı olan kimsə üçün xatırlatma və ibrət vardır. Əhzab surəsinin 10-cu ayəsində ruh və can mənasında deyilir. O vaxt gözlər qorxudan bərəlmiş, ürəklər ağza gəlmişdi. Bu məsələyə bir qədər aydınlıq gətirmək üçün qeyd etməliyik ki, insanda iki güclü mərkəz vardır. Bunlardan biri dərk etmə mərkəzi, digəri isə hisslər mərkəzidir. Dərk etmə mərkəzi beyin və sinir sistemidir. Hər hansı düşündürüləsi bir işlə qarşılaşdıqda onun barəsində düşünür, onu təhlil edirik. Hissiyyat mərkəzi isə bədənin sol tərəfində yerləşən üzvdür. İnsanın hissləri ilə bağlı məsələlər ilk olaraq ona təsir edir. Hər hansı bir müsibətlə üzləşdikdə ilk öncə ürəyimizlə onun acısını yaşayırıq. Sevindirici bir halla qarşılaşdıqda məhz ürəyimizlə sevinirik. Diqqət edin, dərk etmə və hisslər bilavasitə insanın ruhu ilə əlaqədar olsa da, onun insanın cismində büruzə verdiyi nəticələr müxtəlif olur. Dərk etmənin ilk nəticəsi özünü beyin sistemində göstərir. Sevgi, ədavət, qorxu, arxayınlıq, sevinç, kədər kimi hisslərin nəticəsi isə özünü ürəkdə büruzə verir. Bu hallardan hər hansı biri baş verdikdə, onun təsiri çox açıq şəkildə hiss olunur. Deyilənlərdən belə nəticəyə gəlirik ki, Quranda hissiyatla bağlı məsələlər bədən üzvü olan ürəyə, düşüncə və dərk etmə ilə bağlı məsələlər isə ağıl, beyin mənasındakı ürəyə aid edilir. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.